Assalamualaikum dostlar. 18 Mart 2026-cı il Qaladayır Cabirgilin həyətində Asgərçin klubunun iştirakçılarından olan Cabir Qalan həyətində. Xoş gördük Cabir. Hoş gelmişsin. Çox sağ ol. Allah razı olsun. Maşallah olsun. Dırnaqlar bərk olsun. Necəsən? Necə gedir quşbazlıq? Valla her şey. Allah'ın izniyle. Yarışa hazırlığı necə gedir? Hala yavaş yavaş da başlayırıq. 5-10 tane kuş kesmişiz. İnşallah. Yaxşı olur inşallah. Ciddi hazırlıq gedir belə baxıram. Gərək nə var real danışasan da. Çoxlamayasan. Akşama kimi kulağımız başımız gelir danışırlar. Nə danışırlar misal üçün? Aynen saat olmayan suçlardan, saatlerden hansı ki heç nə göstərməyiblər, elə danışırlar. Yəni yarışlarda və yaxud da ki belə uçurdu göstərməyiblər demək istəyirəm. Elədir. Elə uçurmayanlar da danışanlar. Uçurdanlar yazıqlar oturublar qıraqda hərəsində. Yəni kimin quşu yoxdur o danışır ha? Düzdür, hamısını şamil eləmək olmur. Ay olmaz da şamil eləmək. Laf varındır da olmaz. Cəmaatı düzgün yola göstərmək lazımdır. Göstər. Konkretli bir 10 dənə quş tut, sonra tərif. Başqasına da məsləhət görür. İş məsələsi filan kəsdədir. Alıb törətmək olar. Yoxsa yalancı reklamlarla cəmaatı allatmaq olmaz. Əziyyətdir də vurursan bir quş düşdü. Bala, nə bilim, nə. Axırda da oluyor. Ona görə yoxlamaq lazımdır. Nə olursa olsun. Liboy quşu tutmaq lazımdır. Bax, öz kontrolundan keçir. Sonra məsləhət görən. Keçdə, hə, ondan sonra neysə eləmək olur. İldən elə Cabir quşlarını dəyişirsən. Hə, bədrəklər biraz çoxdur. Dəyişməkdə səbəb nədir? Səbəb odur, var görsən bir dənə korpuslu quş yoxdur. Ola bilər ki, təkəm tükəm allardan həm altına yumurta atdığım. Yəni enli-menli demək istəyirəm. Hə də yekə, uzun, enli duyruq. Belə baxıram, hər il daha da yaxşısını axtarırsan. Hə. Özüm törədirəm də Allah'a şükür 500 dənə quşumuz var baba. Üstlərində işləyirik. Quşu necə törədirsən? Yəni misal üçün belə deyək də misal üçün bu göydür, tutuşun bilirsən. Bu göyə maya necə axtarırsan və yaxud da ki maya erkəyi necə axtarırsan? Yəni sənə nə qan eləyir? Uçuşu, gözü və yaxud da oynamağı. Birinci bədən figuraları eyni olmalıdır. Biri yekə, biri balaca olmur. Görsən də bunların formalarının hamısı. Demək olar hamısı standartdır. Bir iki dənə bir uzun var, qaradır, çildir. Çillə düşdü. Hə, maşallah. Mən gələndən burada da artıq 2 saatdan çoxdur buradayam. Göydə idi, düzdür bir dənəsini bundan dayanan yuxarıda düşdü dalıca. Gələr o da. Vurma. İnşallah. Arası düşüb indi qalxıb gələr. Göydə olan seyrə içildi. Birinci korpus, ondan sonra Korpus, uçuş, oynaq bu olmalıdır. Bizim Bakı quşlarla söhbət gedirsə quş oynamalıdır. Belə görmüşük də, indi az yaşımızda yoxdur, Allah'a şükür, səbəb baxır. Göz, ağıl, oynaq, uçuş da bunların İpirus o vidi də düzəlsən hamısını necə olursan spes quşbaz da. İndi hələ ki düzdür vidlərinə o qədər də indi orta yeni buraxacam bir baxarıq oralarda. Orada indi düzdür bu quşların hamısı qalmayacaq. Ha bu Əbrəş Mayanın 13-14 yaşı var. Onun Paris dostum pazarlık eləyib mən. ələtdən fariz qalır. Şamaxı göyərçində o vaxt. Paris babası gətirdiler Şamaxı. Buradan elə farizə də sağlıqsın, yarışdırsın. Hə, sağ olsun. Gözəlliyini yadı, qəşəngliyini yadı mən. Qani eləyib. Yəni necə qane eləyir? Uçuşu qane Əsas bir eləyir. uçuşları ilə gözləri. Misal üçün nə qədər uçur? Həmin o cinslər. Həmən uçuşlar axşama kimi. Vallahi.
Axşama kimi səhər tezdən uçursan axşama Hə, kimi. tezdən uçursan havasını tuturlar, axşama kimi də dayanırlar. Tax belə 7-8 saatları, aşağı saatları mən 6 görmüşəm. 5-nə qədər görmüşəm. At qazları yoxdur. Keyfim istəyəndə uçum, keyfim istəməyəndə uçum. Uçmuşdum da neçə dənə quş gördüm, neçə dənə quş getdi yuxarı, bir neçəsi qaldı aşağı. Onlar da gedə bilərdi, onlar. İndi burada artıq 40-dan çox quş var da, yəni bu sezona kimi, yarışa kimi nə qədər quş qalacaq, nə qədər quş Burada- seçirsən. Buradan patolog 10 dənə quş seçərəm. Yəni bu işi quşda. Yəni yaxşı quş. Bir 3-4 dənəsini uçurdub kəsmişəm, 5-6-sında xəstəlikdə inşallah. Yaxşı, bu işdən söhbət gedir də. Biri var siredi, biri də var yaxşı quş. Bu iş. Sir olmasa Cabir, neçə ildir bu yarışlardasan da, yəni yaxşı nəticələr göstərmisən. Keçən il 63 saat idi səfərə. 61. 61 saat. Nəticə göstərmisən. Balanı necə hazırlaşdırmaq lazımdır? Balanı- Misal üçün bax belə deyim də, bir dənə sualımı tam verim. Buyur. Misal üçün 20 dənə bala çıxır. Bu 20 dənə bala necə seçib hazırlayırsan, necə içindən yaxşılarını çıxardırsan və yaxud necə yarış hazırlaşdırırsan? Bala hazırlaşdırsan da gəl. Hə, bala hazır. 20 dənə balanı təbii ki, uçurdacağıq, başlayacağıq qovmağa. Ağıllıları, başlıları istər-istəməz indi olur ya, öz səhvimizdən də uçurduruq. Görürsən ki, bulut gəldi, bağladı, apardı. Yəni o hər şeydə quşun üstünə atmaq olmaz, ancaq belə balalar var ki, o 20 dənə balanın içindən elə 10 dənəsini superin kəssən gözəldir. 10 dənəsi də qoy itkiyə yesin, qırığı vursun. Amma 10 dənəsi sənin istəyən kimi olsun da. O 20 dənə balanın 20-sini də padret tutursan keçənə kimi, yoxsa müəyyən bir vaxta kimi tutursan, içində özü göstərdiyinləri ayırırsan, göstərmənləri adilini Sən tutursan. belə deyim də, burada quşlar cürbəcür xəsiyyətlərdədir. Elə görərsin var ki, balalığından uçursan, yəni o quşları demək olar ki, mən saxlamıram. Körpə vaxtı çıxardırsan, birinci uçuşuna tərpədirsən, gedir oturur yerində. Toçkada neyin? Gəlməyə onun 1% şansı var. Bala ağıllı olmalıdır. Bala 4-5 dəfənin aşağısından 10 dəfə evin üstündə uçub həyəti götürüb laq boş aşandan sonra oynağın bərkidəndən sonra yuxarı getsə. O mənim üçün daha önə. Elə quşda sən hələ istəyirsən də. Quşlar var ki, burada oynaqların yığırlar, itirirlər təzədən. Heç görsən bir gün qapıda saxlamarsın. Təzədən bir də oynaq yığırlar ikinci səfər. Ondan sonra otur tamaşa edirlər. Quş var ki, 2-3 dəfə oynağı götürür, düzdür. Hə. Dəyişir də oynağını. Girirlər bir dəfə. Girib təzədən girəndə plotunu girirlər də. Valla 8-9 saatdan onlar burada 5-6 dənə quşu gəlib oynayırlar. Gedəndə də oynayırlar, gələndə də Hə, oynayırlar. gedəndə gələndə də ki, tayp nəyi var oyunda. Yəni biri var ki, belə. Məsələn, oynağını azaldan quşla və ya da oynağını çoxaldan quşla arasında fərq var saatlarında. Sən quşların cinsində. Azaldan çoxaldan. Əhalimiz özündə quş var ki, az oynayır. Yaxşı. Ya belə vəbşi ümumiyyətlə çox oynayan quşu xoşlamıram. Quş oynayar deyə tabii. Qatıqlamaz da oynadıqdan yuxarı gedər, aşağı gəlməz. Çəkər oynayar, başı gedər gör. Quşda var ki, aşağıda görsən çox oynayır. Gizəlir. O da lazımsızdır. İndi cins səndədir də, belə deyək. Özün törədirsən. Bu cinsdən çıxan balalardan erkəklər güclü olur, mayalar. Yoxsa fərqi yoxdur. Yox, əbrəşlərin məsəl üçün erkəkləri çox güclü çıxır. Həqiqi güclü çıxırlar ha, yəni. Ürəyin istəyən saat uçurlar. Belə maya azdır da, hamıda olur ki, maya görsün. Nəysə az. Ona görə də mayalardan yaxşı 5-3 dənə oldu. Bildiyin konkret oldu, gərək damazlıq kimi əldə eləmək üçün kəsəsən 5 dənə, 3 dənə. Yaxşı maya quşun varsa qapıda, belə deyək. Elə bir ki, göyərçinin də var, quşbaz. Təmiz ha, 3 dənə mayan ola, siredin erkəklərlə də vursan düzəldərsən. Mümkün deyil, düzəlməz. Uçurtmadığın quşdan bal alırsan. Yox. İndi olar bir dənə, 2 dənə, amma məsəl üçün o mayanı fariz verib mənə. Əbrəş mayanı. Onun balaları da hoqqa verirlər, onu tutmamışam, heç onun özü də tutmayıbdır. 1-2 dənə ola bilər burada quş olar ki, bala alıram, onları tutmamışam, onlar da yaxşı bala verdikləri üçün heç onları tutmaq mənasızdır. Ataq belə tutmaq lazımdır, quşu
qovmaq lazım. Tutduğum quş gəl belə deyək də. O bilirəm də nəyin balasıdır. Məsəl üçün kəsmişəm. Tayları uçub özü də uçurtmursan da xoşba gəlir. Amma indi fikirləşirsən ki, elə onu da tutmaq lazım. Nəyə görə? Biri var onu 8-9 saat tutsa gözünün qabağında kəsəcəksən, daha yerdə gözündə önə dəyərli olur. Bir də var ki, elə kəsilsən, buraxırsan yerə. Ya bir qırğı girir qapıya və yaxud da nəysə qalxdı getdi heyvandır. Ola bilər ki 10 dənə baladan biri zay çıxar. Tutmaq lazımdır qardaş. Bu zavod deyək ki, hamısını padra deyil. Olur da bir cərgədə içərisindən elə quşun balı bir dənə balası getdi. O da ki, yəni bu bir belə Bakı quşlarının başına oynatıblar. Onunla bağlı heç o da getməz. Gedən quşun daha yeyirsən. Birinci tuşa gedən balalara zəng olanda götürürəm. Birinci səfər elə bir ürkütürəm, qalxır, qapmır. Heyvandır da, onlar deyir, orada bir dənə bala var, birinci tuşuna getmişdi, gətirmişəm, gözət düşür. Heç inanmıram da ki, harasa da geçsin. Balalar gedəndə və ya gedən quş gedəndə yaxına gedir, uzağa gedir. Bu təbii ki, nömrələr var. Əgər nömrə vurursan. Burada Şuvalanda, Mərdəkanda da tuturuq cavan quşlarından. Amma bu saatla gedən axan quşlardan yoxdur da, heç nəzəh yoxdur, nə də ki, heç bilmirəm də, yəni hara getdi quşlar. Yayda keçən çox güclü quşlar qaçıb. Nə zəng oldu, nə bir şey. Zəng eləyəndə deyir ki, elə belə şey, halallığımdır. Hardan gəlir? Hardan gəlir? Hadi denən gəl quşu var, qoy yəsi versin də halal. O daha yaxşı olar yəni. Və yaxud da qonşun tutub soruşur ki, hardan gəlir? Telefon işlətmir. Ağsaqqal adamdır. Və yaxud da sivilizasiyadan uzaqdır. Bəhanələr çoxdur da. Belə deyə də mən öz praktikamla götürürəm. Görmüşəm, daha doğrusu gördüyümdən götürürəm. Quşdur, pervod aparır, axır gedir, düşür. Məsələn, uzaq bir yerə. Meyd olur da, belə desə, lord dildə desək indi, bazan dildə desək ki, meydi gəlib düşdü. Tutub quşu qənadını kəsirlər, atırlar yerə. Başlayırlar törətməyə. Nətər gəlib, hardan gəlib? Bəli, başlayırlar törətməyə. Sonra məsələn, həmin quşun balaları uçmur, ayağında üzüyü var. İnsan var ki, hər yaxşı quşa da vurur, pis quşa da vurur, bilmək üçün hara gedir, getmir, hara çıxır daha doğrusu. Törədib, balaları uçmur. Ad olur ki, məsələn, Cabir qalan misal üçün də, Cabir qalan quşu gəməndə var idi, uçmadı. Daha fikirləşmir ki, bu Cabir qalan məsələn, ayağına, Lüboy quşun ayağına üzüyü vurur ki, bilməkdən ötəri. Demək deyir ki, Cabir qalan elə quşun hamısı süper. Burada indi quşlar var ki, cüt vurursan, yoxlayasan, baxasan, görürsən, nə verir. Bu da ikinci quşxana. Xeyirli olsun bunlar da. Amin, amin. Yarış iştirakçılarından mobil qardaş da buradadır, Xaçxonadan. Xoş gördük qardaşım. Hoş gördük. Allah hamıya xeyir versin. İnşallah. Cabirə də xeyir versin. Bütün quşbazlara. Dostların İnşallah. hamısında yaxşı quşlar var. Vallahi yarışdır da, qismətdir, kimin qismətində. Amma dostların hamısında quşlar var. Bakı quşları bütün dostlarda var. İnşallah kimin qismətdə Allah xeyrin versin. İnşallah. Sən də neçə ildir bu yarışlara qoşulursan da bildiyimə görə. Yəni bu ildə, daha doğrusu 2026-cı ildə yayda Asgərcin klubunda iştirakçılarından biri sənsən. Necə hazırlaşırsan yarışa? İnşallah Sərxan qardaş hazırlaşırıq. Allahın köməyi ilə görək. Qismətdə nə varsa. Yaxşı olar, yaxşı olar. Cabir yaxşı qardaşdır, yaxşı da Allah quşlar. hamıya uğurlar. Amin. Kimin də qismətindəsə halal xoş olsun. Əziyyət çəkir hamı. Belə bir şeydir ki, birimiz çempion olmalıyıq da. Burada hamı çempion olamaz. Əlbəttə. O da kiminsə qismətinə varsa. Amma quşlar da dostların hamısında var da yaxşı quşlar. Hamı əziyyət çəkir, yaxşı heyvanlar artırır, düzəldir. Kimin qismətli halal xoş uçursun. İnşallah. Yarışdır. Biz də baxaq sevinirik. Vallahi Əlbəttə. hər yoxdur. Kim çempion olur sevinirik hamısını. Neçə il Cabir tanıyırsan? Cabir çoxdan tanıyır, 20 il tanıyır Cabir. 20 də çox iyi qardaş, uşaqlıqdan dostluq edir. Bir yerdə böyümüş. Yəqin Cabir hər il quş uçurdanda yanında olmusan da, çox güman ki. Nə nəticələr görmüsən quşlarından? Quşlarından yaxşı nəticələr görmüş. Belə deyək də, sualı tam dəqiq verim. İldən illə Cabir quşlar dəyişir. Necə dəyişir? Paxotkası dəyişir, uçuş stili dəyişir, quşların özü dəyişir. Yəni hansı il daha güclü quşlar görmüsən? Mən bu il lap güclü quşlar görürəm Cabirdə.
Bu il quşların vəbşəm yerli idi, özüdür. Həm də quşlar hamısı sırf Bakı quşlarına getcir, hamısı Bakı quşları. Burada görsən hamısı 12 quyruqlar çoxdur. Köhnə Bakı quşları. Ləzzət yer. Cabirin bu ilki quşları vəbşəm xoşuma gəlir. İnşallah bu il yaxşı nəticə gözləyir Cabirdə. İnşallah. Allahın köməyi ilə. Mən də belə baxıram, bu il daha da güclü quşlar var Daha da quşların güclü, içində. bəli, bəli. Üzə məşğul olur, görürsən ki, özü Cabir bu il 2 dəfə əziyyət çəkib oradan özü də qərib ölkədən gəlir bura. İmindi quşlara görə də çoxdur gəlir. Düzdür işlərdə olur. Amma bu il sırf quşlarla özü məşğul olur da. Mən baxıram heyvanlar da göz qabağındadır da, indi quşbazlıq baxır. Bəli, quşlara görə çox şey fəda verir də belə deyək. Fəda verir. Cabir həqiqətən quşlara görə çox əziyyət çəkir. Allah heç Həm də məzətin Cabir yerə qoymasın. çox Quşa həvəskardır da, çox quşla Cabir yaşayır da. Baxırsan Cabir həmişə ha bax gələn quşlardır. Vallahi. Həm də Cabirin quşbazlığı, baxıram ki, Cabir quşa bağlanıb da, quşu sevir. Dəhşət sevir bu heyvanı. Bunu saxlayırsansa, ümumiyyətlə fərqi yoxdur deyə bu olmasın. Hansısa bir işlə məşğul olursansa, gərək o işi sevəsən, hə. ürəklə görəsən. Hə, Cabir də laf yaxşı sevir. Elə mən uşaqlıqdan Cabir mən saxlamırdım, kuş saxlayırdım. Həmişə deyirdik Cabir də quşxanadadır, quşbazlıq edir. İnşallah Yəni əziyyəti vaxt var idi, belə Lord desə lağa qoyurdunuz, məzələniriz, gələnə qədər quşla gəlmək olar. Amma günün bu gün sən özün saxlayırsan onu. Hə, qaş. O mən vaxt var deyirdim, ha Cabir bunlardan vəzəl çək. Nə vaxt gəldik quşxanadasın. İnşallah əziyyəti yerdə qalmaz. İnşallah. Bir istədiyi nəticəni verər də. Sən fikrincə, Heyvanları sevən əziyyətini görür də. Elədir. Xeyrini görür. sən fikrincə yaxşı quş əldə etmək üçün nə etmək lazımdır? Qardaşım, yaxşı quş əldə etmək üçün quşdan vaxt keçirmək lazımdır. Tutmaq lazım. Törətmək lazımdır. Baxırsan hansı heyvanlar, bir quşdan elə bir qarın tutumsan, o biri quşdan. İndi bax Cabir bir səni yeyir. Və yaxşı erkəkləri məsələn maylar fikir verirəm, başqa quşla da vurur. Bir quşdan sırf ondan bala alır. Hansı quş yaxşı nəticə göstərir, o quşu o biri quşla vurur. Baxıram ki, Cabir başqa cür törədir quşlar. Müxtəlif quşları bir-birinə vurur. Hansı ki yaxşı quşdur. Mən Cabir keçən il həmişə bir quşu vururdu məsələn, deyirdi axıra qədər. Amma indi Cabir məsələn bir maya yaxşı nəticə göstərsə, o mayanı başqa erkəklə bir, iki erkəklə, üç erkəklə balasını alır. Hansı ki heyvanlar yaxşıdır. Həmçinin də erkəklər dəyişir. Hə, dəyişir. Görsən ki, ondan sonra vəhşi nəticələr gözəl görsənir. Sən də o stillə gedirsən, yoxsa öz bildiyindən gedirsən? Öz bildiyimiz də var. Belə də baxıb öyrənirik. Biz indi quşbazlar, bizdən yaşlı quşbazlar var, köhnə quşbazlar var. Biz həmişə qulaq asırıq öyrənirik də. Biz deyə bilmərik ki, biz elə güclü quşbazıq. Biz hələ öyrənirik. Bakıda quşbazlar var ki, biz quş anadan olmamışdı, quş saxlayırdılar. Quşbaz idilər. Adları var, ad qoyublar. Amma sən söz işləmişdilər da, bunu hamını aid eləmək istəmirəm. Amma elə insan var ki, 50 ildir quş saxlayır, ortağa bir şey çıxartmır. Quşbazdan gedir də söhbət qardaş. O həvəskardır, ola bilər özünü sevir o heyvanı. Yox, söz, bizim sözümüzdən nədir? Hər quş saxlayanlar quşbaz demək olmur da. Hə, quşbazdan danışır. Adam var ki, bununla yatır, bununla durur, amma ortağa bir şey çıxarda bilmir. Düzdür. Var, elə də var. Gərək əziyyət çəkəsən. Və yaxud da ki, kiməsə nəsə quş verəndə Həmişə də qardaşım, qulaq asasın da kimsə deyir mən güclü quşbazım. Yox da onu da bilmədiyi olur nəsə. İndi o ağsaqqallara aid deyil. Olur. Mən məsəl üçün biz cavanlar həmişə də öyrənirik. Biz görsən bax indi gəlsən elə bir söz deyirsən ki, mən deyirəm mən Sərxan düz deyirsən. O sözü mən baxıram özüm danaz edirəm ki, bu da bir sözdür. Sərxandan eşitdik və yaxud Cabirdən eşitdik. Və yaxud başqa dayılardan, ağsaqqallardan eşitdik ki, var da heyvanlar. Hələ də eşidirik, öyrənirik. bəli, ilk növbədə gərək qulaq asırsan, plus bu praktikandan yoxlamalısan. Hə, yoxlamaz. Yəni praktik keçməlisən də. Yəni bu özündə formalaşdırmalısan. Bundan nəticə çıxartmalısan. Görsən ki, özün bu uçuş stili sənə uyğun deyil, əmələ gəlmir, dəyişməlisən, başqa cür eləməlisən. Yəni hərədən biraz götürüb, yəni bu öyrənmə ayıb deyil də. Ayıb odur ki, biləsən amma bunu eləməyəsən. Hə, düzdür. Hərədən biraz götürürsən, öyrənirsən, optivu artırırsan. Bir uçurtmasan, bu quşun dərinliyinə getmək olmaz. Düzdür, bunun dərinliyinə tam getmək olmaz. Axırına çıxmaq olmur. Elə quş tutuyla var ki, altında elə balalar çıxır ki, baxırsan ki, sən nə üçün belə bala görməmisən. Və yaxud da ki, baladır, uçmur, 2 ildən sonra, 3 ildən sonra özünü elə göstərir ki, yəni bunlar cinslərdir də, müxtəlifdir. Yaxşı quşbaz da bilir də qardaşım. Yaxşı quşbaz da bilir ki, onun həyətində hansı quş nətər quşdur. Düzdür, Hər quşbazın da bilir ki, quşların hansı gözəldir, hansı baş quşudur. Bunlar da ki, quşbazlar da özləri yaxşı quşbazın özü bilir. Nə var nə yox. Quşbaz da var, bilir ki, hansı quşdan balalandı, o quşun balası yaxşı uçacaq, uçmayacaq. İndi birdən olur sən o quşdu vurursan balası görsən xoşuma gəlmir. Amma quş nə qədər məşğul olsan da, nə qədər getsən də, sirrini öyrənirsən də yenə də. Elədir. Hə, öyrənirsən.
tam axırına çıxma olmadı. Yo, çıxmaq Bildiyin olmur. quş o heç bilirsən ki, filan quşun balası uçur. Müjətə görmüsən. Dəfələrlə görsən ki, uçur. Müjət saadım verir. Həm də quş balası da görsədir özü. Özü də atası anası görsədir özü. Öyrənik də indi inşallah yaxşı olur. Allahın köməyi ilə. Sən necə sağırsan? Quşun korpusuna baxırsan, yoxsa rəngi? Yox, mən rəngə fikir Fərq. vermirəm qardaşım. Rəng mən uçmağına baxıram əsas, yerliyinə baxıram. Başı quşlar olsun da, əsas xoşduran başı quş. Demək olar ki 12 tüydür. Hə. Hamısı. Bu indi buraxdığın quşların nə özəlliyi var Cağbir? Məsələn, o biri quşxanalarla Birinci özəllikləri odur ki, gözləri var. Yaxşı gözləri var. Məsəl üçün burada baxırsan 5-10 dənə bala var. Hamısından saat gözləyirəm də. Yəni payları üçün. Qəşəng oynaqları var. İncitmirlər adamı cəh salmağa. Bala var ki, adam incidir. Bunlar incitmir. yəni 3 dənə, 4 dənə quşxanadır da bu quşxana ilə. Ha, burada bu heç bura yumurta atıram, yaxşı quşlara yumurtası. Bunlardan əlavə 3 dənə quşxanadır. Hər quşxananın da öz rolu var da Bal burada. aldığım quşlardır bunlar. Bırak bal aldığım quşlar. Burada bal alırsan, buraxırsan Çıxıb bu balalarla. bu biri quşxanaya baxırsan da balaları. Balaları bu salar, erkəklər ora, mayalar bura. Ay sağ ol. Yəni bunlar da təbii ki, uçurtduğun, nəticə gördüyün quşlar da Hə, tutacaqlar. nəticə gördüyüm quşlardır. Burada demək olar ki, elə quşların əksəriyyəti əbrəşlərdir. Əbrəşlərdir, bunlar faizin əbrəşlərdir. Quş göydən Allah gələndə sağ saatın onun rənginə baxmırlar ki. Əvvəl deyirlər ki, biraz ağlar olsun, nə bilim, hamı fikir verir ki, boynu güllü, belə indi bədrəyə çox adam sən görsən bir də rəngin bəyənmir, amma fərqi yoxdur. Göydən 8-10 saatla gələndə hamı deyir bu nə quşdur. Orada fərqi yoxdur, qara göydür, mordur, qırmızıdır. Hamı onun saatına baxır, tamaşa elə oynamağına, özünə, uçmağına. Çox qatıb qarışdırıblar. Bizdə əsas odur ki, bədrək quşları çox qatmayıblar Sərxan. Bədrək olduğu üçün. Ağlarımızı, boynu güllərimizi bunlar 100% qatıb. Yəni nə qalıb təmiz bədrəklərdən qalıb. Bir dəqiqə əvvəl kimi bədərələr çox tutmur. O da bilsən necə olur? Qara olduğuna görə buraxırlar başlı başına, çox ondan bal almırlar. Və yaxud da ki, adam var ki, ancaq ağ saxlayır. Bədrək düşür, verir uşaq-uşağa da. Yəni sözün belə çıxmasın. Yəni uşaq-uşaq deyəndə indi lor dildə deyirəm də. Verirlər sözün ay solda tez saxlayanlara verirlər. Və yaxud da kimsə gəlir qapısına ki, mənə vücud quş verir, tanımır da. Yəni götürüb bədrəyi verir. Yəni elə gedir sözün bədrəklə törənir. Yəni baxırsan ki, məsəl üçün göy boncülünün altından bir dənə bədrək çıxıb. O həm göy boncüllərdən güclü çıxır ha. Yəni deməli bunun sözün zatında var, qanında var, həmin bədrək çıxır. Və yaxud da ki, elə bədrək olur ki, baxırsan ki, 1000 lirağa dəyişməzsən. Deyə bax o bədrək məsələsi Hə, vallahi. tutulmadan çıxıb bu il uçurdacam. Birinci il yaxşı çıxıb göy qənət. Gəl qənət. Balaları bayaq qənət gəldi göydə. Hə. Onun balası. Ay maşallah. Kopya ilə anasını oxşaydı. Bosqanın üstə yatıb durur. Hə. Güzel haqqa verdi yayda. Körpə balıydı onları bir üstündə tutdum bütün yay. Hava da apardı, perovolotda gəldilər. Bir də bir şey vurğulamaq istəyirəm. Bayaq gördüyümüz sözün ley düşdü quşun dalıyca da düzdür. Quş var ki, yuxarıda da görürsən sözün, sonra yoxa çıxır. Da görmür. Sonra yoxa çıxır. Adını qoyursan ki, quş gəlmədi, gözü yoxdur, nəmnədir. Yəni O quşun gərək bir 4-5 balasını uçurdasan ki, Bəli. biri yoxa çıxdı, onun ikisi, amma görürsən ki, o biri quşlar balaları gedir. İndi bunun başına göydə hadisə gəlib. bəli, bir şahidi olduq da məsələn. Görməsəydi onun ley dalını İndi üzüldü düşdüyünü. quş tuturlar qış. İndi biz quşbazlara aid deyil. İndi quşbaz olmaq istəyirsə zəng eləmək lazımdır. Hə üzüyü var, elə bizlərdən uzaq. Götürdü, atdı yenə. Hə bir zəng eləcə bəlkə bunu mənə veriblər, bir yoxlayıram görüm buna quşdur, nömrəmi taxmışam ora. Düzdür. Elə Səndən bütün qabaq onu üzüylü vurğulamışıq quşun videoda. hamısı- Bütün üzüylü quşun hamısı yaxşı olmuş. Bəli, bəli. Ona görə də zəng eləmirlər görsün. O zəng eləmək cəhənnəmi. Uçur ən azından bunu yoxla. Bizim qənədən bağla, uçur gör. Bəlkə bunu hava gətirib, yorulub, indi düşür yerə baxırsan ki, bax. Baxın bu yemi də çək. Aləyəxin yemi. Allah ona xeyirli ömür qismət eləsin. Amin. Çox Amin. gözəldir də yəni. Mən də bu yemdən verirəm. Həqiqətən Quşların doğrudan da yəni çəki yığmır da heyvanlar. Nə qədər yemləsən, hər şey var bunun içərisində. əla yemdir. Papuqay yemi, nə bilim. Həm balaya xeyir var, həm də qaroqundan, quşu kökətmir. simkasından, Nə qarqudan. stabil saxlayır quşu. Hər şey var da. Bayaq mobil bu söhbət elədim şey, üzüylü quş tuturlar məsələn. Ayağını yazılır mobil xaşaxona. Məsəl üçün. Quş burdan qaçırımızdan gəlib çıxır məsəl üçün Siyazana və ya da Sumqayda. Deyirlər ki, bu quş bizdən gəliblər xaşaxona. Bir dəqiqədə hamıdan özünün get kontakt var. Və ya da ki, TikTok var da hamıda. Adın vururlar, məsələn çıxır internetdə ki, bu əla quşdur, bunu törətmək lazımdır. Bu fikirləşmirlər ki,
Misal üçün mobil hər quşa üzük vurur ki, hardan gəlir və yaxud da ki, Hikmət verir mobilə, ayağına üzük taxıb ki, qaçanda zəng eləsinlər, bilsin kim sözü Hikmətin quşun gözü var yoxdur yox. Hara getdi, hara çıxdı, damdan tutdular, pişik apardı. Yəni Üzük gördüm. bilmək istəyir də. Deyirlər ki, əla quşdur. Əli, baş soğa. O günlərim sərxəm quşları tutmuşam. Sonra eşitsən ki, quşun ardınca. Quşları tutmuşam, hava təzə gəlmişdim də. Quşlar təzə çölə çıxarır. Quşlardan bir ikisi üçü yoxdur. Axşam hava qaralıb, gördüm biri gəlib. Evin üstündədir. Quşları çıxartdım, yığmışdım yerinə üzü. Gəldi düşə görəm quşun qanadını tutub yorublar, ayağında da üzüyü. Onu da niyə yüngül yorublar? O biri qanadları sütürü olub, təzə qanadlar. Dəyməyiblər. 3 şapərdə quş üzüklü gəlib, nə üzük çıxardı. O adam zəng eləsiydi. Desiydi məsələsi vermirəm. İndi vermək fikir olsa yığardı. Yolmazdı qanadı. Bunu yığ da heç olmasa denən ki, gəldi bura 3 metr tərəfə düşübdü. Zəng eləsiydi ona yığacaqdım ki, gəl quşu apar. Eləmə. Yox, ya da Elə də zəhvur da, səni öldürəcəklər. O quş sən tutmusan. Verməsən də biz bilirik ki, sən onu zəng elədin dedin. Quş məndədir. Əlbəttə. Əlbəttə tutmusan. Üzüyü taxırıq ki, bilək quşumuz hara getdi. O da bilsən öş yığmırlar. Belə baxıram ki, yəni eşitdiyimə görə də neçə dəfə yığıblar, həmin quş sahibi başlayıb həmin insanı acılamağa. Yəni o misal var, qurun oduna yaş dayanır ha. Və eyni vəziyyətdir də. Yəni bir nəfərə görə hamı eyni deyil. ay soldu. Yəni buradan Quşlar tutublar, qardaş yığıb ki, xoşum gəlir quşdan. Vermirəm. Yəni saxlamaq istəyirəm. Mən ona heç nə deyə bilmərəm. Zəng eləyib bilmişəm ki, quşum hardadır. Ay Vermirsə sağ ol. saxlamaq. Yəni sağ olsun. Quşu saxlasın. Mobilin də keçən yay quşu biri yer çıxmışdı Biləcəriyə. Zəng eləyiblər ki, quş buradadır. Sonradan təzədən yığıblar, telefonu götürmür. Bir aydan sonra quş qayıtdı gəldi Biləcəriyə. Gözəl. Xaşaxunuya. Halal mal qayıdır. Hər quş da qayıtmır, düzdür. Hər quşda nə qayıtmır qaqa? Belə deyim də. O qədər xəstəliklər var ki, sezon ərzində nə qədər quş qırırsan. Bir xəstəlik gələndə birdən gəlir, cuma gəlir, nə bilim baş əsmə gəlir, boyun uzanma gəlir, Newcastle xəstəliyi gəlir. O qədər xəstəliklər var da. Quşun qənadına şiş çıxır, götürüb tullayırlar, pişiyə verirlər, nə bilim ya başını üzürlər. Həmişə başında fəlakət var. Əlbəttə. Həmişə var. Yəni özə tez gözə nəzər gələn heyvandır. Yəni göyərçindir, inəyidir, nə bilim. Bunların içində heyvanlar içində ən tez göz götürən göyərçindir. Doğrudan da elə göyərçin. Ona görə quşlar qayıtmır. Yəni o vaxt söhbət edirlər ki, quş gedirdi 2 ildən sonra qayıdıb gəlir. İndi necə gəlsin? Qışdan gəlir sağ-salamat çıxa bilmir. 2 il bundan qabaq, həm o qabaqlar da, yəni o boyda binalar yoxdur, o boyda quşbaz yoxdur. Əlbəttə bir də həyətdə də balacalaşır. Bir baxsan ki, hamısı sot yarım ayaqlı həyətlərdir. Saxlayan Sotun çoxalır. içində həyətlərdir. Həddindən artıq. Bu yarışı təşkillərində Allah canlarını sağ eləsin. Bu yarış Bakı quşların saxladı da elə bir ara quşbazlıq o dərəcədə deyildi də. Hamı elə öz üçün həyatda sandım. Bu yarış təşkilindən sonra quşlar inkişaf edir. Bakıda lap gözəl günü. Əlbəttə rəqabət artır da qardaşım ki, gözəl quşlar çıxır. Baxırsan yaxşı quşlar, hamıda var, amma hamı ləzzət edir. Getsən baxsan filan kəsin quşu, filan qardaşın quşu. Var görürsən ki, var da Bakıda. əlbəttə. Bir ara bilmirdin harda yaxşı quşlar var. Rəqabət olmalıdır da. Bilinməli kim sözün kimdə quş var. Var həyatda quşlar. Amma indi maşallah çox adamda var yaxşı quşlar. Gedəyir dayı da çoxalacaq. Hə, daha da çox var. Yaxşıdır. Çoxalmağa ziyanı yoxdur. Yəni bilirsən ki, əlbəttə saxlayanlar maşallah olsun. yarış deyilər ki, rəqabət var. Yarış olmasa öz quşlarının gücünü bilməlisən. Həmişə saxlayırsan özün Bilərsən, üçün. özün üçün bilərsən. Əlbəttə, yəni sən özün üçün saxlayırsan, amma yarış elədir ki, Yarış 12 dənə quş plus hazırlayıb ortağa çıxartmaq bunun özü böyük bir riskdir. Bunun özü böyük bir Onu da hər əziyyətdir. adam bacara bilmir. Əlbəttə, Quş olsa dilində, hər adam bacara bilmir. Əlbəttə, 12 dənə quşu ortağa çıxardıb, yəni uçurdub. Bir də quşu ortaya çıxartmaq çox çətin şeydir. Əlbəttə. 12 dənə quşu ortağa çıxartmaq üçün nə qədər itki verirsən? Bunun qırıq aparanı var, duman aparanı var. Əlində. Məndən çox öldürən, qaçırdan olmur. Selona mən uçurduram da qardaş. Hamının başına gələ bilər, amma uçurduruq da. Nə qədər getsə var da. Tutmasan da bilmərsən də bunun yaxşısını. Tutmalısan. Plus pislər olmasa yaxşıların qədrini bilmək olmur. Ay. Yəni bu hər şeydə belədir. İstər quşbazlıqda olsun, istər itbazlıqda olsun, istər atbazlıqda olsun, xoruzbazlıqda olsun, hər şeydə belədir. Əlində pislərin olmasa yaxşıların qədrini bilənmərsən. Adam var ki, deyir ki, mənim quşxanamda bir dənə şopu yoxdur. Niyə də? Şopu olmayacaq sözün yaxşı quşları göydə verirsən gedəcək. Və yaxud da ki, bir cüt cabir qala sənə quş verib, balasını çıxartmısan. Misal üçün quşlar hamısı yaxşıdır, qoşmusan bunlara birinci baladır. Dartdılar apardı özləri ilə, bala gəlmədi. Bu demək deyil ki, cabir qala sənə pis quş verib. Və yaxud da ki, sözün mobil sənə pis quş verib, hikmət pis quş verib.
Yəni gərək məsələn adlayın 4-5 dənə quşun olacaq, qardaş, yuxarı getməyən. Balalar cəs salasan. Cəs saldın ha, ondan sonra bırax yuxarı. İraq indi yaxşılardan elə şeylər də var, ancaq belə şeylər də var. Satırlar quşu. Aparıb uçurdurlar. Uçmur, deyirsən uçurda bilmirsən. Bunun hamısını mən uçurduram da 20 dənə kuş uçurduram. Onu gəlir tökülür başıma. 5-i nə bilim 2 saat uçur, 5-i də bizə- çox uçur. Yəni o da düzgün bir şey deyil. o da Bu düzgün bir dərman şey. deyil, satasan özün üstündə istifadə qaydasını verəsən. Özün quşdur. Əgər uçurda bilmirsə, bunun qaydasını yaz ver ki, qardaş, bunu belə uçurmaq Mən bacarmıram. lazımdır. Ya da yox kiməsə quş satırsan, deyirsən ki, uçurda bilmirsə gəl. Satanda da yaxşısını satmaya Yox, bunun lazımdır. WhatsApp var da hamıda. Bir dənə səsini göndər ki, qardaş, bala aldın, balanın birinci qətdə belə uçur, ikinci qətdə belə uçur. Bu da biraz gülüm çıxır. Yəni gəlib mən səndən quşbazlıq eləsi deyiləm ki, daha. Düp budur, söhbəti yox. Daha mən quş satdım sənə, gəldim quşbazlıq elədim, sənin həyətində quş tutdum. Mən quşdan kimi uçurdacaq. Yaxşı Bu quşdur oldu. da hamıda sözün qeyri-adi bir şey yox ki, boynuzu yox, bir şey yox. Mən necə uçurduram, sən necə uçurursan, eyni şeydir də. Öz quşlarımı necə uçurduram. Bunu da qoşursan sənə sözün yaxşı quşbazsın sən Öz gəl. heyvan kimi baxmalısan ona. Quşbazlıq nasıl? Əlbəttə, yaxşı quşbazsınsa, ortağa quş çıxartmısansa, bir cüt sözün sənə pay verirlər ki, baladır. Bilmək istəyir ki, sözün quşun gücü nədir? Ay sağ ol. Gəl bu ürəyin uçurdasan. Yoxsa ki, sözün öz quşlarını uçurdursan, Qaragöz Buyur qardaş. əbrəklərdən. yoxsa öz quşlarını uçurdursan sözün, yəni cabiri verdiyin uçurtmursan, quş qarşılayır belə deyək də. Yəni tüllüyür, erkək olur, balası çıxır, ondan sonra uçurdursan bunu, deyirsən ki, quş uçmadı. Bala vaxtında uçurdasan ki, biləsən nədir də. Ay yaşa. Səhv deyirəm o. Bir dənə o mor ikən qızmana baxın, Salih axşam deyir, deyir onun belinə bax, qızanda ürək formasında qalxır beli. Ha. Fikir verirsən, bax bir dənə arxadan bax, dən qızsa. Gördün qaldı. Ha. Ha? Hər quşda olmur ha. Maşallah. Onun arkasından qaldırdı. Gör indi Salih axı nə qədər şeylərə fikir verir ha, maşallah. Allah savadına bərəkət. Axşam deyir Cabir bir dənə bax o quşun belinə, ürək formada qızanda qalxır belinə. O da qeyri-adi bir şeydir. Bax köhnələrin balasıdır. Bir də Cabir, qısa məlumat verək bu yarışla bağlı. Yarışda 2 dəfə uçurulur da, düzdür? 12 quş uçurulur. Bizim yarış elə onunla seçilir ki, 2 dəfə paftornu quş uçurdacağıq. Quşun varsa əgər, indi olur da uçurdusan, ya podiumlu olur, ya həm deyirlər hava saxladı. Yığdım məsəl üçün 70 saat. Hava saxladı, bu adam bir də uçurdacaq məsələsi. Hava saxlayıb bu adamın ikinci səfərdə quşları uçanda deməyə söz yoxdur. Nə oldu elə bunu həmişə hava saxlayıb. Kimsə bəhanə etələnməz ona. Ona görə də yəni elə biz 2 dəfə planlaşdırdıq ki, üzümüzə gələn illərdə çalışırıq ki, vəbşə yarışın qanun qaydalarını biraz da çətinləşdirək. Nə qədər çətin olsa biz də o qədər güclənəcəyik Allahın izni ilə. Asant nə var ki? Tutdum məsəl üçün bizdə quş gəldi, qayıtdı, sayılmır. Gəldi evin üstündən qayıtdı, onun elə çıxan yer göydən çıxan saatından məsəl üçün çıxıb yarım saat qabaq o saat. sayılır da. Yox. Yəni Elə bir gəlib yarım havada deyir. Ha, yarım hava görünməsin də quş. Quşun rəngi bilindisə ki, bu falan quşdur, yox. Plus 2 dəfənin saatı hesablanır da, 2 yerə 2 dəfə bölünür. elə bil ki, tutdun, yığdın 70 saat, ikinci uçuşunda da yığdın məsəl üçün 80 saat. Nə qədər elədi? 150. 150 bölünəcək 2 yerə. 75 saat. Ən gözəl. Əsas odur ki, şərt odur ki, ikisində də saat yığasan da. Bir dəfə ilə iş olmur. Allah yaş keçirdənlərin fərqi yoxdur. O bir yaşlar olsun, bu bir yaşlar Allah olsun. sənin də, bizim də Heç kimin əziyyətini yerdə qoymasın. Allah Yəni həqiqətən məqsəd odur ki, başı quşunu ortağa çıxartmaqdır. Yəni bu başı quşu o demək deyil ki, sırf Bakıya aiddir. Yəni bu Azərbaycan quşudur. Azərbaycan gəlsin. Prosta paytaxt Bakı olduğuna görə və yaxud da ki, quşlar Bakıdan getdiyindən görə adı qalıb Bakı gəlsin. Gedirsən misal üçün Rusiya soruşurlar hardansan, deyirsən Sumqayıtdan, çox adam tanımır misal üçün. Fərqi yoxdur, istər Amerika olsun. Haran tanıyırlar Bakını? Ay sağ ol. Ona görə də Bakınski gedir də Bakınski. Paytaxt olduğuna görə indi deyirsən Bakımızdır, Bakı gəlsinlər. Başıdan gəlir. Bəli. Olub. Bilmirəm, neynəm. Bu da üçüncü quşxana. Xeyirli olsun. Bunlar da erkəklərdir sən. İçində balalar da var. Cavanlar da var, yaşlıları da var. Hər cürə quş var. Burada ən qoca quşun neçə yaşı var?
Ən qoca quşun 6-7 yaşları var da. Bura qalaya köçəndən elə bil ki bir neçə illərimiz boşa getdi. Allahın izni ilə indi larımız var. 5 yaş, 6 yaş. Gördüyün quşların 99% burada çıxıb törənir. Onlar indi bir dənə, 2 dənə dost tanış nəysə atırlar aradakı uçur. Boşa getdiyin vaxtlar üçün heyfsinərsən, hə? Heyfsilənirsən deyəndə ki, həm pulumuz getdi, həm də ki, vaxtımız getdi. Əlbəttə ki, heyfsilənmə. Bu quşlar elə kəşfi elə əvvəldən olardı. Valla, indi gör nələr törədir, çıxartmışdır orada. Ya bu quşlar da, hə? Çox razıyam, burada quşlar liniyalar var. Ən çox razı olduğumda əbrəşlərdir. Çox xoşuma gəldi. Bax görürsən, uçurtmursan deyə məsələn dəyişiklik eləmirsən də. Uçurtmasan və yaxud da yarışa qoşulmasan, sən bu liniyanı əldə eləyə bilməzdin. Yəni ki, kimsə də fikirləşir ki, bizim köhnə Bakı əbrəşləri qalmayıb. Tam yanlış fikirdədir. Allahın izni ilə qismət olsa, surdarıq, göstərərik. İnşallah. Yəqin ki, yarışda sudacaqsan da əbrəşlər. Hə, əbrəşlərdən inşallah. 3-4 dənəsi aşağısından uçmalı quşlarımız. İnşallah. Göyçək padarkadır. Bir tərəfi mənim quşlarımdır, bir tərəfi rəhmətli Nərman kişinin, Allah rəhmət. Allah rəhmət eləsin. Bizimki nədir? Bizim heç kimlə işimiz yoxdur, sakit quşbazlığımızı eləyək. Ən salamatıdır. Prosta arada cırladırlar adamı. Quşbazlar danışsa adam şey olmaz. Quşdan başı çıxmayanlar bir də görsün, elə qaz verirlər ki. Amma yayda meydan boş olur. Elə 5 nəfər kim uçurdur, elə onlar uçurdur. Çünki meydanda da həmin insanlar. Ay, sağ ol. İnşallah bu il hamı quş göstərər. İnşallah bütün qrup üzvlərinə, bizim dostlarımızın hamısına yaxşı nəticələr arzulayıram. Allah canlarını sağ eləsin. Ürək istəyən nəticələri görərlər, mən də onların içində inşallah. Əsas odur ki, mehribançılıq, qardaşlıq bizim qrupda var. Hələ daim olsun. Daim olsun, hə. Yaxşı İnşallah. qardaşlardır, ürəyimi istəyən insanlar. Allah hamısını var edir. Bizim qrup, məsəl üçün, belə deyək də, biz bir-birimizlə rəqib kimi yox, dost kimi hamımız bugünkü gündə. Yəni çalışırıq ki, qrupumuzun, məsəl üçün, məndə yoxdur, fərqi yoxdur. Mən Farizdən götürərəm, Farizlə Əkbərdən götürər. Yəni, məsələsi deyirəm də, yəni bizimki o deyil ki, bir-birimizi baltalayaq. Bizimki odur ki, birləşək nəysə bir ortalığa bir şey çıxardır. Allah mehribançılığı daim eləsin. Hə, sağ ol. Mehribançılıqdan artıq heç nə yoxdur. Adam var ki, deyir mən quş qatmıram, Bəli. mənim sırf öz quşlarımdır. Sənin sırf öz quşların da ya tutulmadır, ya da kimdənsə gəlməli. Heç kim özüylə quş gətirmir. Əsas odur ki, əlində olan yaxşı quşları ortalığa çıxarda bilirsənsə elə quşbaz. Əsas o da ortalığı quş çıxardırsan. Ay sağ ol. Gördüm quşların içindən bir dənə şedevr çıxır. Özün də bilmirsən ki. Həci. O bayaq Fırtına da çıxdı ortaya. bayaq söhbət elədim. Məsələn üçün gördüm quşxanada yerdə bir dənə bala çıxır. Yerdə bir dənə bala çıxır da. Yəni bilmirsən ki, bu ata sanası nədir? Hə. Düşüb elə balalar hamısı bir-birinə oxşuyur, rəngləri ağdır və yaxud da ki, nə nişanlıdır. Axtarsan ki, bu ata sanası Hə, nədir? Vaxt gəlib çurdursan, baxırsan ki, bu bala hoqqa çıxardır da. Amma bilmirsən nədən. Hə. Adı qalıb balanın ki, yetim bala. Ya səndə də olub yəqin elə. O qədər olur. Allah. Sonra nə qədər istəyirsən ki, o baladan törədəsən, əmələ gətirsən, ortağa olmuyor, gəlmir. olmuyor. Ya erkək mayadan ayrılır, ya maya xəstələnir, ya bilmirsən. Uğraşdım. Tatlı olmur onlar. Bir də gələ əlimizdəki quşun qədrini bilək. Bəzən baxır, bir görürəm də məsələn insanlara ki, əlində 5 saat, 6 saat quşu var. O göy mayanı keçən qismət olmadı uçurdan, bu il uçurulacaq əbrəşlərin balası. İnşallah. Ağqənədi yanındakı. Haqqənənin o tərəfində. Hə. Bu görəş. Bir də baxırsan ki, məsələn bu Instagramda, TikTokda, YouTube'da məsələn sözdə qüvvədir. O qədər qaz verirlər məsələn 11 saat belə, 12 saat belə nəvinə. İnsanlar var tanıdıqlarım, əlində 5 saat, 6 saat quşlar var. Bunları rədd edir, həmin o 12 saatlıq, 11 saatlıqlardan axtarır.
Yəni Ümumiyyətcə bir söz deyim. 12-11 saatlıq quş yoxdur. 12-11 saatlıq o quşa deyərsən ki, onun qalxanda aşağı uçuşu 9-10 olar, yuxarı uçuşu da 11-12. Bu 5-6 ilə də gəlirsə, sən onun necə adını qoysan 12? qoymaq olmaz yox. Yoxdur elə bir şey. Quş havasını tutur uçur 10 saat, 12 saat. Qalan vaxtı 7-8 elə gözəl saat. 6-nın özü də elə qəşəng saat. Atqassız uçdun. Yəni bir dəfə görməklə bunun adı qalmasın da 12 saatlıq, 11 saatlıq. Bir dəfə ilə ilişir, havadır. Həm də indi o vəziyyət o əvvəlki vaxt deyil. 11 saat, 12 saat sən quşda qalmır. Sezondan sezona çıxmır. Həm də ki, qardaş, 11 saat... Olub səndə əvvəl şeylər? Yox, 11 saatı. Yox, olub, burada quşlar olub da Allah'ın da olsun. Yox. Qalmırlar da. Mən onu demək istəyirəm də. Yəni Deyirəm mən onu. 11-12 saat tutan quşlardan var indi. Uçdun, havasını tutanda da 10-11 uçur heyvan. Bəs 7-8 saat uçub eytəyəsən. Bakıya uyğun deyil də qardaş, o daimi o alır sağ olsun quşlar gedir bir gün. Sonra sənin sözün olmaz, havasını tutursan. Bir də ki bir şey qeyd eləyim. Bax məsələsi moment axtarırlar ki, quş göydən gəlsin, yıxılsın, çəkək paylaşaq. Vallahi mən o yıxılan quşları saxlamıram Allah. Yıxılan onun uca zapazı qutarıb. Quş zapazla gəlməlidir göydən. Düşəndə baxmalısan ki, bu quş yarım saat, 1 saatda dayana bilərdi. Dayanmır. O zapazsız quşlar var ha, onların hamısı gedir. Onlar bir gün gedir. dözmür. O zapazı qutarır ki, göyə çıxır göydən gəlməyə ölüsü. Bir dənə yüngül hava dəyişdi sənin də. Evet. Adi elementar bir şeydir. Yuxarıdan aşağı gəlir. Bir dənə hava dəyişdi. Getdi Onu yuxarı. paylaşırsan quşu 9-10 saatla gəlir, düşür, başını sirkələyir. Quş saydı yıxılardı. Yıxılanı biz saxlamırıq valla. Yıxılan nəyə lazım? Yəni deməyim o ki, yıxılan quşa çox meyil eləməyin. O yıxılan bir gün harasa da yıxılacaq. Əlbəttə. Kimsə dən verir sonra yıxılacaq ya. Baba bu erkəyin 3 yaşı var, indi başlamışam tutmağa. Baba əbrəş erkəyi. Sənə sağ olan yoxsa bu Bu pisi? ağ əbrəş. O ağ idi, görsən necə qaralıb. Allah qoysa qismət olsa çəkilişdə. İnşallah. Bir ay turdadan Allah'ın izniyle. İnşallah, inşallah. Çəkilişimizi yekunlaşdıraq inşallah. Növbəti çəkilişlər görməkdən ötəri kanala abunə olaq, videolara bəyənək. Allahın izni ilə İnşallah ki çəkilişlərimiz davam eləyəcək. Allah inşallah. Yarışımızda 12 nəfər iştirakçısı var. Qismət olsa, havalar yaxşı keçsə, 12 nəfərin 12-si ilə də yerdə qalır 11 nəfər. İnşallah izləyin, yaxşı uçuşlar olacaq. İnşallah. Yayda da yarışlarda canlı yayım açılacaq TikTokda. Yəni istəyə bağlıdır. İstəyən olsa açılacaq, istəyən olmasa açılmayacaq. Bu Onun üçün də açılacaq inşallah. Mən istəyirəm ki elə canlı açılsın. Canlı da elə dostlar, qardaşlar da izləsin. İnşallah. Nə var göz qabağında. əla. Dalda da surdub özüm baxacam, çıxıb danışacam, heç kim görməyib. Nə edirəm mən onu? Video qarşısında, insanların qarşısında. İnşallah. Mən istəyəndə Xeyirli olsun. sağ ol, var ol qardaş. Görüşərik inşallah növbəti çəkilişlərdə. Allah'ın izniyle.